Hörmətli xanım sədr, çıxış üçün mənə söz verdiyinizə görə təşəkkür edirəm. Öncədən bildirim ki, qanun layihəsinə səs verəcəm. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi islahatlar, biznes mühitinin əlverişliyinin artırılması, yerli və xarici investisiyaların təşviqi sayəsində atılan addımlar öz real nəticələrini göstərməkdədir. Bu siyasət Azərbaycan iqtisadiyyatının dayanıqlı, modern və rəqabətə davamlı inkişafını təmin edən əsas sütunlardan biridir. Həmçinin vergi sahəsində aparılan islahatlar ölkənin iqtisadi gücünü artırır və ölkəmizdə biznes imkanlarını genişləndirir. Bugün müzakirə etdiyimiz vergi məcəlləsinə dəyişiklik təklifi məhz sahibkarlığın inkişafını daha da gücləndirməyə yönəlmiş mühüm addımlardan biridir. Hazırki qanunvericiliyə əsasən ardıcıl 12 ay ərzində dövriyyəsi 200 min manatdan artıq olan vergi ödəyicisi ƏDV qeydiyyatına düşmək öhdəliyi daşıyır. Təklif olunan layihə bu həddin 400 min manatadək artırılması, xüsusilə nağdsız ödənişlərin həcminin artması və dövriyyənin şəffaf şəkildə formalaşdırılması baxımından ciddi stimuldur. Əminəm ki, bu addım sahibkarların fəaliyyətinə geniş imkanlar açacaq, onların maliyyə yükünü azaldacaq və biznesin genişlənməsini təmin edəcək. Bu, eyni zamanda ölkəmizə yönələn investisiya marağını artıran mühüm mexanizmlərdən biridir. Hörmətli həmkarlar və hökumət üzvləri, mən bir məqama da diqqət çəkərək təkliflə çıxış etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, ölkəmizə ildən ilə gələn turistlərin sayında artım müşahidə olunur. Bu istiqamətdə dövlət tərəfindən bir çox işlər görülür. Xaricdə turizm imkanlarımız təbliğ olunur, ölkəmizdə mümbit infrastruktur qurulur, paytaxtda və regionlarda keçirilən beynəlxalq tədbirlər, Formula 1, MDB oyunları, bu və digər geniş miqyaslı tədbirlər turizm inkişafına mühüm töhfə verir. Yaxın illərdə ölkəmizə gələn turistlərin sayında artım dinamikasının davam edəcəyi gözlənilir. Bu səbəbdən regionlara investisiyaların cəlb olunması məqsədi ilə vergi güzəştlərinin və digər təşviq edici proqramların artırılması, iş adamlarının bu sahəyə investisiyalarını gücləndirər, regionlarda yeni turizm mərkəzlərinin açılmasını stimullaşdırar və yeni iş yerlərinə səbəb olar. Müvafiq qurumların bu önəmli məsələyə diqqət ayrılmasını xahiş edirəm. Çox sağ olun.